ki, ancaq ümumi yaxmanın müayinəsi ilə infeksiyaların yoxlanmasını bitirmək olmaz. Yəni ağır infeksiyalar var. Xlamidioz, ureoplazmoz, mikoplazmoz, bunların arasında 2 ştamı var. Ureoplazmozun da 2 növü var, mikoplazmozun da 2 növü var. Yəni bunlar ağır infeksiyalardır. Nəyə görə? Bu infeksiyalar xroniki prostatit yaradır, xayalarda xroniki iltihab yaradır. Belə deyək, sidik cinsiyyət sistemində xroniki iltihabı, nəinki sidik cinsiyyət sistemində, xlamidioz hətta oynaqlarda, gözdə iltihab yarada bilər. Bundan əlavə, kişilərdə sonsuzluq yaradır, cinsi zəiflik yaradır, qadınlarda düşüklərə səbəb olur, sonsuzluğa səbəb olur, qadının hamilə qalmasına mane olur bu infeksiyalar. Ona görə bunlar ağır infeksiyalar sayılır və bunların da müayinəsi çox ciddi aparılmalıdır. İndi bir sıra klinikalarda, bir sıra həkimlərimiz məsələn bunları ancaq qanla təyin edir. Yəni mən öz şəxsi praktikamdan görürəm ki, qanda və sidikdə infeksiyaların yoxlanması etibarlı deyil. Yəni bu praktikamdan görürəm, bir mənbələr də deyir ki, ən dəqiq infeksiyaların yoxlanması kanaldan götürülmüş yaxma materialında olur. Yəni yaxma deyən kimi insanlar çoxu bunu ümumi yaxma kimi başa düşürlər. Ümumi yaxma başqa şeydir. Yəni yaxmanın müayinələri müxtəlif ola bilər. Yaxma nə deməkdir? Yəni xüsusi alətlə, yəni belə deyək də, bu alət nədən ibarətdir? Plasmas çubuqdur. Çubuğun ucunda xırda plasmas tükçüklər var. O tükçüklər vasitəsilə uretranın, yəni kanalın iç tərəfi sıyrılır, sıyrıntı da yaxma götürülür və oradan analiz olunur. Bunun niyə detallarına varıram? Yəni indi siz görəsiniz ki, sidiklə olan analizlə yaxma, bu sıyrıntıdan götürülən analizin yerlə göy qədər fərqi var. Fərq nədədir? Bu xlamidioz da, mikoplazmoz da, ureoplazmoz da bunlar yarı virus, yarı bakteriya canlılardır. Yəni bunlar ancaq canlı hüceyrənin içində yaşayır. Yəni insanın canlı hüceyrəsində yaşayır. Oradan qırağa çıxanda bir müddətdən sonra ölür. Temperatur dəyişəndə, quruyanda ölürlər, tez ölürlər. İndi sidik analizindən bu mikrob axtaranda